Salam əziz izləyicilərim, kanalıma xoş gəldiniz. Xeyirli, uğurlu, ruzlu, bərəkətli gününüz olsun inşallah. Canınız da sağ olsun. Bu günləri mən ətləri yerbəyer eləmək istədim. Deməli bir neçə kilo ət aldım. Bu əti böldüm hissələrə. Çəkilməli ayırdım, yudum. İndi hal-hazırda onu yuyuram, təmizləyirəm. Bir neçə dəfə suyunu axıdıram. Və bişirilmələri, yəni sümüklü və yağlı tikələr var ki, mən onları çox çəkmirəm. Çünki biz çox yağlı ət yeyən deyilik. Yəni dolmada deyim, küftədə deyim, onun yağlı hissələrini sümüklü ətlə bişirib və əlavə sulu xörəklərə qatıram da. Əgər kanalıma hələ də abunə deyilsinizsə, abunə olub, yorum yazıb, like atmağı unutmayın. Əziz izləyicilərim, sizin üçün bu videoları hazırlayıram, paylaşıram. Bu da bişirdiyim sümüklü əti və ətin yağlı hissələri. Bunu vamxotda bir neçə saat bişirirəm. Həll bişsin, harca şonka dadında gəlir, çıxır. Mən buna dəfnə yarpağı, bir ədəd dəfnə yarpağı atıram içərisinə. Ədviyyatlarıdır, duzudur, istiyotudur, sarı köküdür və hətta ət otu da belə atıram ki, çox möhtəşəm dadı olur, ətri olur, qoxusu olur. Həm də ətə ayrı bir ləzzət və dad verir bu ət otu. Bunu da xaladenik qablarına yerləşdirdikdən sonra, soyduqdan sonra xaladenikə qoyacağım, yəni soyuducuya. Və burada başlayıram, deyirəm, başlayım ətin suyu çəkilmişkən əti çəkməyə. Mən məsəl üçün hər əti çəkdikdə, məsəl üçün kilosundan fərq eləməyərək, yəni 5 kilo tutam çəksəm, 2 kilo da çəksəm, bir kartof, bir balaca ölçüdə kök və yəni ət çoxdursa, normal, belə necə deyim, normal formada belə şirin bibər, normal ölçüdə. Yox, əgər ət azdırsa, balaca ölçüdə şirin bibər də çəkirəm. Sarımsaq da çəkirəm, hazır qoyuram, elə çox rahat olur. Bir də onlar buzxanadan çıxardanda hər şey rahat olur. Onları çəkdikdən sonra keçirəm sinə ətinə. Sinə ətimi də çəkirəm və hətta onun da içinə köktür, balaca bir kök, çox vurmuram. Kartof, normal bir kartof vururam, bir ədəd. Soğandır, təbii ki, sarımsaq da vururam ki, hamısı daxilində olsun, çox rahat olur. Pratik üsuldur. Bunu mən sonra paketlərdə yığıb marazilkaya qoyub donduracağım və bundan əvvəlki videolarımda da keçib kanalımda baxa bilərsiniz. Orada paylaşmışam. Buzxanaya soyuducu, belə deyim, ətin buzxanada saxlanılmasını paylaşmışam. Keçib baxa bilərsiniz. Hansısa bir mövzuda da çəkməyimi nəsə istəsəz, buyurub rahat şəkildə yorumlarda yaza bilərsiniz. Onu çəkə bilərəm, yəni hazırlayıb çəkə bilərəm. Sizin üçün rahat olsun deyə.
Mən bunları belə yığmaqda məqsədim odur ki, yəni bunlar çox rahat şəkildə paketlərdə belə formada hazırlayıram və soyuducunun buzxana yerinə qoyduğum üçün, yəni bunlar elə bir hissə isə bişirilməlidir də. Məsəl üçün küftə üçün məsələn bir paketini çıxardırsan, bişirirsən. Dolma üçün bir paketini qədər rahatdır da. Bir də məsəl üçün əvvəllər tutalım kilo qoyurdular, yarı 1 kilo, 5 kilo əti birdən çəkib məsəl üçün qoyurdular soyuducun buzxana yerinə. Çıxardanda da məcbur idilər ki, onun başdan ayağa əriməyini, yəni buzunun əriməyini, yumşalmağını gözləyirdilər ki, oradan bir tikə ət götürüb nəsə bişirəcəklər. Ən yaxşı, yəni bu formada, yəni belə deyək də, hazır, yəni qoyulmuşu, paket hazır qoyulmuşu insan üçün daha əlverişlidir, belə deyim. Burada da sinə ətinə keçmişəm. Mal ətinə yığdım bu formada. Sinə ətinə keçdim. Düzdür, çox vaxt mən sinə ətindən qatilet eləyirəm. Çox möhtəşəm, çox dadlı alınır. Bizdə uşaqlar, yəni nəinki uşaqlar, ailə üzvlərindən hamısı, yəni bunu çox sevir. Yəni sinə ətində olan qatileti daha çox sevirlər. Hətta deyirlər ki, mal ətindən olan qatilet heç bu qədər dadlı və ləzzətli çıxmır. Yəni sınamayan, eləməyən yoxlasın, bir dəfə sınasın, bişirsin, görsün dadını və ləzzətini. Sonra yoruma gələr, deyər ki, sağ olay xanım, siz bu fikri verdiyiniz üçün. Yorum yazıb, like atıp abunə olmağı unutmayın. İzləyirsiniz və abunə də olun ki, bütün videolarımı rahat şəkildə görə biləsiniz. Göz haqqınıza halal edin. Xoş izləmələr.